Bu da həmin yerə gəldim. İndi bu dəfə düz saxlayacağım. Amma buradan bağlıdır ki. İstənilən dayanacaqda da saxlamaq olar. Deyəsən qabaqdan girmək olar. Girib düz saxlayacağım da. Düppədüz seçəcəm yeri. Düşəcəm, özü dayanacaq. Buradan da yol var. Buradan var yolda. İstənilən dayanacaqda yeri seçirsiniz. Maşının yanında saxlayıram. Orada bir dənə maşın durur. Deməli burada iki cür eləmək olur. Bir dəqiqə. Bax, dayanacaqda yerləri göstərəcək indi. Bax, belə bir dənə basmaqla da seçə bilərəm bunu. Və yaxud əllə də belə qoya bilərəm. Bax, göstərim. Əllə keçən dəfə qoymuşdum. Bax, bunu hara qoysam, burada dayanacaq gedib. Keçən dəfə əyri qoymuşdum. Yəqin o videoya baxmışsınız, çünki yarım milyon keçib. Amma belə istəmirəm qoyum. İndi əllə seçəcəm bu dəfə. Bir dəqiqə. İndi bax, bu maşın dayanıb. Bu maşın. İstəyirəm onu o boş yerdə saxlasın. Bax, buranı seçirəm. So. Bir telefon. Telefon götürüb düşürəm. Qapının bağlaması üçün bunu basmaq kifayət. İndi aralanıram, qoy çəksin. Saxlasın. Qapıların bağlanmağına diqqət yetirin axırda. Bu ara məsafəsidir. Qapılar da bağlanacaq. Sonda qapılar da bağlanır. Buyurun, bağlanır. Bu da düz saxlama. Düz saxlamağı kim nə deyib? Bunu mən seçməmişim. Düz saxlamaq istəyir. Hər tərəfli göstərdim. Ölçür, biçir. Çin Avtopromu. Necədir? Hamıya can sağlığı.